Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin sevimli sahabələrindən biri Muaz İbni Cəbəl. Muaz İbni Cəbəl, Allah ondan razı olsun. Hədisi Abu Davud rivayət eləyib və Şeyx Albani hədisi səhih deyib. Muhammed sallallahu aleyhi və səlləm bir gün Muaz İbni Cəbəlin əlindən tutur. Deyir ki, ey Muaz, Allaha and olsun ki, mən səni sevirəm. Sonra yenə təkrarlayır ki, ey Muaz, Allaha and olsun ki, mən səni sevirəm. Alimlər buradan fayda çıxardır ki, həm qadınlar bir-birinə, həm də kişilər bir-birinə. Əgər bir-birlərini sevirsə, qoy xəbər versinlər bir-birinə ki, mən səni Allah üçün sevirəm. Çünki Muhammed sallallahu aleyhi ve sellem özü kimisə sevərdisə, bunu ona xəbər verərdi. Xəbər verərdi ki, mən səni Allah üçün sevirəm. Qadınlar öz aralarında bir-birlərini sevirlərsə Allah üçün, qoy bir-birlərinə xəbər versinlər ki, ey bacım, mən səni Allahın rızası üçün sevirəm. Qardaşlar bir-birlərini sevirlərsə, bir-birlərinə xəbər eləməlidir ki, qardaş, mən səni Allahın xətrinə sevirəm. Allahın rızası üçün səni sevirəm. Çünki Muhammed sallallahu aleyhi ve sellem sahabə nə deyir? And olsun Allaha ki, mən səni sevirəm deyir.